Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz silisium və onun birləşmələri, bir də silikat sənayesi ilə bağlı olacaq. Əvvəlcə mövzu haqqında nəzəri bildiklərimizi təkrarlayaq, qısa baxaq qaydalara, sonra test toplusundan bəzi testlərin izahlarına baxarıq. Birinci, həmişə olduğu kimi ümumi xarakteristikanı öyrənək, təkrarlayaq daha doğrusu. Silisiumun kimyəvi işarəsi Si kimi yazılır. Nisbi atom kütləsi 28-dir, valentliyi 2 və 4-dür, nüvəsinin yükü müsbət 10-dur, yəni 14 protonu var, dövrə cədvəldə 14-cü elementdir. Elektron formulu 14-ü təbəqələri bölsək 2, 8, 4 eləyəcək. Qısa formul sonuncu təbəqəyə görə yazsaq 3s2, 3p2, sonunda p elektronları var deyə p elementidir. S-də 1 orbital, P-də də 3 orbital var. S-də 2 elektronu göstərsək orbitalda biri aşağı, biri yuxarı, cüt halda. P-də 2 elektron varsa bunları da burada göstərdik. Demək, normalda silisiumda 2 tək elektron və 1 boş orbital var P yarım səviyyəsində. Və həyəcanlama baş verə bilir. S-dəki elektron çıxır, gəlir P-nin boş orbitalına. Və nəticədə 4 tək elektron yaranır və silisium valentliyi 4 olur. Qrupun nömrəsinə bərabər, yəni valentliyi göstərir. Bu, ümumi xarakteristika haqqında. Təbiətdə tapılması. Demək, silisium təbiətdə yalnız birləşmələr şəklində yayılıb. Təbiətdə silisium yayılmasına görə oksigendən sonra ikinci yeri tutur. Yer qabığının təqribən kütləcə 26% silisiumun payına düşür. Təbiətdə yayılan, ən çox yayılan birləşmələr bax bunlardır. Silisium O2 kvars qumu adlanır. Alüminium oksid 2 mol silisium O2 2 mol su birlikdə ağ gil ya da kaolinit adlanır. Kalium oksid, alüminium oksid və 6 mol silisium O2 ortoklaz. 2 mol maqnezium oksid, 2 mol silisium O2 və 2 mol su birlikdə azbest əmələ gətirir. Bax, bunlar silisiumun təbiətdən çox yayılan birləşmələridir. Fiziki xassəsinə baxsaq, hələ biz ümumi kimyadan bilirdik ki, silisiumun 2 allotropik şəkil dəyişməsi var. Birinə deyirdik amorf silisium, birinə deyirdik kristallik silisium. Haqqında qısa qaydalara baxaq. Demək, kristallik silisium metal parlaqlığına malikdir. Bunu hələ biz ümumi kimyadan bilirdik. Hansı qeyri-metal parlaqlığına malik idi? Silisium. Atom qəfəsli maddədir. Çətin əriyən bərk maddədir. Suda həll olmur. Bəzi ərimiş metallarda göstərmişik, sink, dəmir, alüminium həll olur. Yarım keçiricidir, yəni keçiricili elektrik keçiriciliyinə malikdir. Həm kristallik, həm də amorf silisiumda, almaz və qrafitdə olduğu kimi silisiumun atomları arasında qeyri-polyar kovalent rabitə var. Və qısa fiziki xassəsi haqqında. Alınması, fikir verirsinizsə, silisiumu həm sənayedə, həm də laboratoriyada nədən alırıq? Silisium O2-dən. Başlanğıc məhsul maddə kimi silisium O2-yə götürürük. Karbonla birlikdə qızdıranda, deməli, C üstəgəl silisium O2 yüksək temperaturda reaksiya baş verir. C oksigenlə birləşir, alınır burada silisium bir də. Əmsallaşdırsaq 2, bu da 2. Bu olur silisiumun sənayedə alınması. Bu reaksiyalarda silisiumun yerinə maqnezium, alüminium, sink metalları götürsək, məsələn, maqnezium üstəgəl silisium O2 olacaq eyni həmin reaksiya. Maqnezium O üstəgəlinsin silisium. Bunlar artıq silisiumun laboratoriyada alınma reaksiyaları olacaq. Alüminiumdan da istifadə edə bilərik, sinkdən də. Sonuncu reaksiyada isə sink istifadə olunanda silisium daha təmiz halda alınır digər reaksiyalarla müqayisədə. Kimyəvi xassəsinə baxaq. Silisium yalnız florla adi şəraitdə reaksiya daxil olur bəsit maddələr içərisində. Əmələ gətirir silisium flor 4. Silisium üzərinə gəldi flor 2. Alınır silisium flor 4. 2 mol yazırıq, tənli bərabərləşir. Bu reaksiya ilə bağlı məsələlər var topludan. Düsturi reaksiyasını yazdım, əmsallarını düzəltdim. Qalan qeyri-metallarla qızdıranda reaksiya daxil olur. Məsələn, silisium oksigenlə reaksiya daxil olur. Temperaturda əmələ gətirir silisium O2.
Xlorla reaksiya daxil olur. Silisium xlor 4, silisium 4 xlorid. Bromla silisium 4 bromid, silisium 4 sulfid kükürtlə reaksiya daxil olanda, karbonla reaksiya daxil olanda silisium karbid ya da ki karboront deyirik buna. Demək, silisium üstəgəl karbon eləyir silisium C. Burada karbon -4'dür, silisiumda müsbət 4 oksidləşmə dərəcəsi göstərir. Məncə bununla da bağlı test olmalı idi. Azotla da birləşir silisium 3N. Baxın, silisium 3N4, silisium 4 nitrid əmələ gətirir. Metallarla da reaksiya daxil olanda silisidlər yaradır. Məsələn, kalsium üstəgəlinsin silisium. Reaksiya qızdıranda baş verəcək, olacaq kalsium 2 silisium, kalsium silisid. Burada kalsium valentili 2, silisium valentili 4 olduğunu görə eləyir kalsium 2 silisium. Magneziumun da elə reaksiya daxil olur. O da olacaq magnezium 2 silisium, magnezium silisid deyirik bunlara. Sonra hidrogenlər birbaşa reaksiya daxil olmur. Əgər reaksiya daxil olsaydı, silisium H4 əmələ gətirərdi. Birbaşa getmədiyinə görə bu silisium H4'ü buna silan deyilir. Silan qaz halında maddədir. Bunu dolayı yolla alırıq. Dolayı yol da silisidlərdən istifadə edirik. Məsələn, kalsium 2 silisiumu su ilə reaksiya aparırıq HOH-la. Su OH ilə kalsiyuma birləşir ya da kalsiyum suyunu OH-la birləşdirir özünə. Yerdə qalır silisiumdan H. Bu deyilir silisium H4. Bu reaksiya bizə belə testdə harada göstərəcək lazım olacaq. Onu bir də qeyd edeyim burada. Kalsium 2 valentili müsbət 2'dir, silisiumda -4'dür. Silanda isə hidrogen -1'dir, silisium müsbət 4'dür. Bu reaksiyada silisium -4'dən müsbət 4'ə gəlib, yəni 8 elektron verib. Testdə buna rast gələcək uşaqlar. Ya da ki, kalsiyumu, yəni kalsiyum silisidi H-xlorla reaksiya aparsaq, eyni yenə kalsiyum xlora birləşib kalsiyum xlor 2 və silisium H4 yaranacaq. Burada da yenə kalsiyum müsbət 2, silisium -4 olacaq dərəcəsi. Hidrogen -1, silisiumda müsbət 4. Yenə silisium -4'dən müsbət 4'ə qədər gələndə 8 elektron verəcək. Bu testlərdə rast gələcək deyə dərəcələrini də göstərdim. Bu silan alınma reaksiyaları. Demək, silan silisium H4. Yadınıza qədərsə fosfində də belə xassəsi var idi. Havada öz-özünə alışıb yanır. Eləyir silisium O2 və H2O. Silisiuma heç bir turşu təsir etmir H-filordan başqa. Demək, silisium üstəgəl H-filor, filora turşuya reaksiya daxil olanda əmələ gətirir silisium filor 4 üstə gəlinsin H2. 4 H-filora yazsaq, 2 də hidrogenə yazanda tənliyi bərabərləşir. Bununla da bağlı məsələlər var, ona görə əmsallarını yazdım. Sonra biz elə hidrogen dərsindən bilirdik. Silisiumu natrium hidroksid qələvisində ya da kalium hidroksid qələvisində reaksiya aparanda əmələ gəlirdi natrium 2, silisium O3 və hidrogen. Əmsallarını da yazanda qələviyə 2 mol düşürdü, bir də suya 2 mol, bağışlayın, hidrogenə 2 mol. Silisium 4 valentidir, bunu bilirik və qaydaya görə hər bir element valentinin yarısı qədər hidrogen çıxardırdı, 1 molu. Silisiumu da 1 mol reaksiya girib, 2 mol H2, yəni valentin yarısı qədər H2 əmələ gətirib. Yəni bu sxem məsələlərdə bizə çox rast gələcək. 1 mol silisium, 2 mol hidrogen əmələ gətirəcək. Yenə dərsin sonunda belə bütün dərsi bir sxemə sıxışdırmışıq. Ən azından bundan da istifadə eləməklə testlərin izahlarında, cavablarda bəzilərini həll eləmək daha asan, daha sadə yoldan həll eləyə bilərsiniz. Yəni bunları ən azından bu sxemləri əzbərləmiş olsanız. Sonra silisium birləşmələrindən məsələn öyrənəcəyimiz olacaq silisium O2, silisium 4 oksid, qumun əsas tərkibi idi, danışmışdıq. Həm də silisium dioksid deyirik. Demək, silisium O2 atom qəfəsli maddədir, çətin əriyən, rəngsiz, suda həll olmayan bərk haldadır. Qumun əsas tərkibidir. Ona deyir, təbiətdə qum kimi rast gəlinir və quruluş formu bax gördüyünüz kimidir.
Burada silisium O2 N ilə göstərilmişik. Çünki bu rabitələr baxırsınız, açıqdır, davam eləyə gedir. Yəni polimer maddədir. Onu demək istəyirdik. Silisium O2 bilirik ki, turşu oksididir. Çünki oksigen -2, silisium da müsbət 4 dərəcə göstərir. 3 və 3-dən yuxarıda turşu oksidləridir qeyri-metallarda. Turşu oksidi olduğuna görə nə etməlidir? Əsas oksidlərlə, qələvilərlə reaksiya daxil olmalıdır. Hələ bəzi duzlarla da reaksiya daxil olur. Məsələn, əsas oksidlərdən natrium 2O üzərinə silisium O2 əlavə eləsək, birləşib olacaqlar natrium 2, silisium O3. Eynən kalsium oksidi aiddir bu reaksiya. Qələvilərlə reaksiya daxil olur. Natrium silikat və su əmələ gətirir. Məsələn, kalium OH-da həmin reaksiyanı yazmışıq. Bu, turşu oksidlərin xassələrini göstərən reaksiyalardır. Məsələn, bu reaksiyada görürsünüz, silisium O2 bərk halda olduğuna görə, demək, silisium O2 üstə gəlinsin, kalsium CO3. Buradan əmələ gəlir kalsium, silisium O3, üstə gəl CO2 qazı. Demək, silisium O2 bərk halda olduğuna görə daha uçucu qaybil oksidləri birləşmələrindən sıxışdırıb çıxarda bilir. Məsələn, görürsünüz, CO2 ayrılıb buradan. Ancaq bu reaksiyanın əksi mümkün deyil. Sonra natrium karbonatdan yenə CO2-ni ayırıb. Ya da kalsium ortofosfatdan P2O5-i ayırıb. Çünki silisium O2 P2O5-dən qat-qat bərk haldadır. Sonra silisium O2 qumun əsas tərkibi daha doğrusu H-florla reaksiya daxil olur. Silisium flor 4 üzərinə gəl H2O. Məsələn, bura bir 4 suya 2 yasa tənliyi bərabərləşir. Bu reaksiyanı məsələn biz hər dəfə dərs keçəndə şagirdlərə deyirik. Yəqin ki, hər birimiz baxmamışsınızsa da bundan sonra bəlkə baxarsınız. Azərbaycan keçmiş kinolarından var. Bir qalanın sirri. Bir qalanın sirri filmində bir həkim baba olur. Göy-göz çosanın qolunu daşa döndərir filan. Sonradan isə o hadı-budu deyək qardaşlar da olur orada. Hadından saxladığı maddə ilə həmin o maddə güya güllərdən, çiçəklərdən hazırlanmış maddə idi, amma əslində o H-flor idi. Həkim babanın güya qolundakı daşı əridir filan. Bax, belə bir şey dərsdən sonra istəsəniz o kinoya baxa bilərsiniz. Yəni, qumu əridən turşu var. Hansı turşu? H-florid demək istəyirdik. Sonra silisium O2 su ilə reaksiya daxil olmur. Qumun əsas tərkibi idi. Bunu əvvəldən bilirdik. Su dərsindən də bilirdik. Turşu oksidlər dərsindən də bilirdik. Əgər su ilə reaksiya daxil olsaydı, məsələn, əmələ gələrdi H2 silisium O3 silikat turşusu. Amma su ilə reaksiya daxil olmur deyə onu dolay yolla alırıq. Dolay yol yəni maddələrin birbaşa reaksiyasından yox. Məsələn, belə bir form duz götürürük. Natrium 2 silisium O3. Onu başqa bir turşu ilə reaksiya aparırıq. Əmələ gəlir natrium xlorid, dəyişmə reaksiyasıdır və H2 silisium O3. Natrium silikatın yerinə kalium silikat da götürə bilərik. Baxın, burada 2 dənə reaksiya yazmışıq. Bu reaksiyalarla laboratoriyada silikat turşusunu almaq olur. Və görürsünüz, çöküntü halında göstərmiş. Yəni, bu suda həll olmayan turşudur. Demək, silikat turşusu ya da buna metasilikat turşusu deyirik. Necə maddədir? Demək, H2 silisium O3 silikat və metasilikat turşusu adlanır. Suda həll olmur. İndikatora təsir etmir. Su ilə kolloid məhlul əmələ gətirir. Kolloid məhlul yəni onu suya qatanda jeleyə oxşar bir formul, quruluş əmələ gətirir. Məsələn, kağız kleyi, aboy kleyi dediyimizdə həmin formadır. Elə o da silikat turşusunun duzlarıdır. Elə kolloid məhlulu demək idi. Ən zəif turşudur. Bəli, turşuların qüvvətli sırasında ən sonunda qalırdı. Bütün turşular deyir, onu adi şəraitdə belə duzlarından sıxışdırıb çıxara bilir. Məsələn, bu reaksiyanı yazmışdıq. Xlorid turşusu silikat turşusunu sıxışdırıb çıxarda bilir. Ya da sulfat turşusu daha asanlıqla çıxarda bilir. Hətta karbonat turşusu belə H2O2 silikat turşusunu duzundan sıxışdırıb çıxara bilir. Silikat turşusunu qızdıranda silisium O2 və suya parçalanır. Silikat turşusunun duzlarına silikatlar və ya metasilikatlar deyilir. Məsələn, natrium 2 silisium O3. Buna biz deyə bilərik natrium silikat və ya natrium metasilikat. Digər adı silikat yapışqanı ya da həll olan şüşə adlanır. Silikat yapışqanı bildiyimiz kağız kleylərin tərkibi deməkdir. Amma həll olan şüşə niyə deyirlər? Bu bərk halda
şüşəyə oxşayır, amma stəkanı üzərinə həll olur. Yəni o mənada həll olan şüşə adı verilir məcazi mənada. Eyni ad kalium 2 silisium OC-ə də aiddir. Kalium silikat və ya kalium metasilikat. Yenə silikat yapışqanı və ya həll olan şüşə adı vermək olar. Demək, silikatlar, məsələn, natrium 2 silisium OC, kalium 2 silisium OC suda həll olur. Qalan silikatlar suda həll olmur və bunlar suda həll oldu qələyə mühit əmələ gətirirlər. Silikat sənayesi, bunun da haqqında testlərimiz olacaq. Silikat sənayesi keramika, şüşə və sement istehsalından ibarətdir. Keramika nədir? Keramika Yunanca cil deməkdir. Yəni, cildən hazırlanmış qablar bu keramika sənayesində istifadə olunur. Cildən hazırlanmış qablar hər birimizin evində var. Məsələn, kasa deyirik, fincan deyirik, boş qablar deyirik. Məsələn, nə bilim, adları hər kəs, hər bölgə fərqli ad deyir. Onlar hamısı cildən hazırlanmış qablardır. Məsələn, qədimdən duluqçuluq sənayesi də olub, sahəsi deyil, sənətkarlıq bölməsi deyil. Orada da cildən müxtəlif məhsullar hazırlayıblar. Bu keramika sənayesinin bir qoludur, belə deyək. Bu sahədə cildən müxtəlif qablar hazırlanır. Bunu bildik. Bir də şüşə sənayesinə baxaq. Demək, sənayedə bir neçə şüşə növləri var. Məsələn, adi pəncərə şüşəsi. Adi pəncərə şüşəsinin tərkibini natrium oksid, kalsium oksid və 6 mol silisium oksiddən göstərmək olar. Almaqdan ötəri soda, əhəng daşı və kvars qumundan istifadə olunur. Reaksiyara baxacağıq. Kimyəvi şüşə adi şüşə ilə fərqi nədir? Burada natrium 2O adi şüşənin tərkibində var idi. Natrium 2O-nu kalium 2O ilə əvəz eləyəndə olur kimyəvi şüşə. Yəni sodanın əvəzinə potaş götürür. Əhəng daşı ilə qum qalır yerində. Çətin əriyən şüşə və ya kimyəvi şüşə deyirik buna. Kimyəvi şüşə ilə adi şüşənin içərisində natrium, kalium fərqləri varsa, onda belə çıxır ki, kalium şüşənin ərimə temperaturunu artıracaq. Çünki kalium olanda çətin əriyən şüşə əmələ gəlir. Onda da natrium ərimə temperaturunu azaltmış sayılacaq. Azaldan maddə element sayılacaq. Sonra bu kimyəvi şüşədə kalium 2O-nu olduğu kimi saxlayırıq. Kalsium onun yerinə plumbumu götürəndə qurğuşun 2 oksid, 6 mol silisium oksid qalır yerində. Buradan büllur şüşə alınır. Büllur şüşə bizim evdə işlətdiyimiz, yəni sizin, bizim hamımızın xrustal şüşələr ki deyirik odur. Hətta evdə işlətmədiyiniz xrustallar varsa, onların etiketləri var üzərində. Göy rəngdə bir yumru etiketlər var. Orada plumbum O-nun neçə faiz olduğunu göstərirlər. Baxıb görə bilərsiniz. Bir də son şüşəmiz var, kvars şüşə. Adi silisium oksidin əriməsindən əmələ gələn şüşədir. Bu şüşə növlərini almaqdan ötəri bütün gördüyümüz o xam mal ki var, onlar həmişə nə edilir? Əridilir. Məsələn, testdə suallar rast gələcək ki, filan şüşə almaq üçün nə etmək lazımdır? Nə etmək lazımdır? Xam malı əritmək lazımdır. Bu da şüşələrin alınma reaksiyaları. Adi pəncərə şüşəsi almaq üçün ilkin xam mal kimi nə götürürük? Soda, əhəng daşı və kvars qumu birlikdə əridilir və sonunda belə bir şüşə formulu yaranır. Natrium 2O, kalsiumu və 6 mol silisium O2. Kimyəvi və ya çətin əriyən şüşə almaq üçün götürdük potaş. Potaş məncə tanış gələcəksə, potaşı suda həll edib zeytun hazırlanmada istifadə edirlər. Zeytunu uzun müddət potaşda saxlayanda tərkibindəki turşuluğu edəm, zərərli maddələr falan çıxarıb, sonra təzədən onu qida formasına gətirib çıxarırlar. Yəni potaş oradan bəlkə rast gələrsə ağ rəngli tozdur. Sonra potaş, əhəng daşı və kvars qumu birlikdə əridilərək pənnə nə yaradır? Çətin əriyən şüşə. Kalium 2O, kalsiumu və 6 mol silisium O2 kimi göstərə bilərik. Büllur şüşədə almaq üçün ilkin xam mal kimi dediyimiz kimi potaşı saxlayırıq. Kalsium, yəni əhəng daşının yerinə qurğuşun 2 oksid götürürük və kvars qumu da olduğu kimi qalır. Əmələ gəlir büllur şüşə. Evdə büllur şüşə dəqiqliyi ilə var hər kəsdə. Bir də adi şüşələr var. Məsələn, adi şüşədən olan stəkanla büllurdan olan stəkanların kütləsinin ağırlığını müqayisə eləsəz, büllur şüşələr həmişə ağır olur. Bu da plumbum O ilə bağlıdır. Sonra silisium oksidini əritməklə adi kvars şüşə əldə etmək olar. Şüşəyə müxtəlif maddələr qatıb rəngli şüşələr almaq olur. Məsələn, kobalt O şüşəyə göy rəng verir. Xrom 2O şüşəyə yaşıl rəng verir. Kuprum O şüşəyə göy yaşıl rəng verir. Bəzən şüşəyə az miqdarda əzilmiş qızıl tozu qatırlar. Bu zaman yaqut əmələ gəlir.
al qırmızı rəngdə yaqut. Məsələn, daşqaş hazırlanmasında bundan istifadə edirlər. Yuxarıda danışdıq, natrium şüşənin ərimə temperaturunu aşağı salır, kalium şüşənin ərimə temperaturunu artırır, kalsium şüşəyə davamlılıq verir, silisiumda şüşə əmələ gətirən element sayılır. Qaldı sement istehsalı. Sement istehsalında əsas xammal əhəng daşı və cildir. Əhəng daşı və cild yüksək temperaturda qızdırılır. Kalsium silikat və kalsium metaaluminat duzlardan qarışıq əmələ gəlir. Bu da sement adlanır. Bax, bu silisium haqqında qısa dərs. Sonraki dərsimiz metallar olacaq. Hələ ki, silisium və onun birləşmələri ilə bağlı test topluluğundakı testlərin izahlarına baxaq. Növbəti dərs metallara başlayarıq. Deməli, test topluluğundan silisiumun alınması xassələri və silisium birləşmələri mövzusundan testlərin izahlarını yazaq, baxaq. Deməli, testlərin hamısını mən izah eləməyəcəm. Çox nəzəri suallar var. Silisiumun nəzəri suallar çox sadədir. Onlar sizə qalacaq. Çalışacağım biraz məsələlər ya da çətin nəzəri suallar var, onlara baxaq. Məsələn, birinci, ikinci misalı izah etmək mənası yoxdur. Özünüz axır dərsi öyrənəcəksinizsə tapacaqsınız cavablarını. Bu sualların hamısı demək olar ki, sadə sualdır. Məsələn, 5-ci misalda natrium metasilikat alınmaz deyir. Natrium metasilikat, yəni natrium 2 silisium O3 alınmaz. Sizcə hansı olar? Məsələn, B variantdan fikir verirsiniz. Silikat turşusu natrium 2SO4 ilə reaksiya daxil ola bilməz. Çünki silikat turşusu ən zəif turşudur. Heç bir turşunuz duzundan sıxışdırıb çıxara bilməz. Düz, biz bunları uzaq-uzağa, yaxın-yaxına birləşdirməklə H2SO4 üstə gəlinsin natrium 2 silisium O3 kimi yaza bilərik, amma silikat turşusu sulfat turşusunu duzundan sıxışdırıb çıxara bilməz. Ona görə B variantı ilə natrium silikat alınmaz. 6-cı misalda deyir, yüksək temperaturda silisium dioksidlə, demək 6-cı misalı deyirdi. Silisium dioksid, silisium O2 və karbon monoksid, karbon dioksid və hidrogenlə reaksiya daxil olan maddəni göstərir. Məsələn, A variantında oksigen, silisium O2 ilə ya da karbon qazı ilə reaksiya getməz. H-xlor turşudur, CO2 ilə getməz, silisium O2 ilə getməz. Su onsuz da bildi, silisium O2 ilə reaksiya daxil olmurdu. Alüminium hidrogenlə reaksiya daxil olmur. Demək, yerdə qalacaq maqnezium. 8-ci misalı yaza bilərik. Nömrə 8. Karbon və silisiumdan ibarət 10 qram qarışıq. Karbon bir də silisiumdan ibarət 10 qram qarışığı. Yəni, qarışıq birlikdə 10 qram imiş. Yenə birinə x qram, birinə y qram deyə davam edək testdə. Qatı sulfat turşusu əlavə etdilər. Qatı sulfat turşusu. Silisiumun üzərinə qatı sulfat turşusu əlavə etdik. Yəni, qarışıqda neçə maddə varsa, hamısına qatı sulfat turşusu əlavə edirik. Və dərsin gedişatında öyrəndik ki, silisium yalnız H-florla reaksiya gedir turşulardan. Demək, sulfatla getməyəcək. Amma karbon qatı sulfatla reaksiya daxil olanda CO2, SO2 və su əmələ gətirirdi. Deyir, 11,2 CO2 əmələ gəldi. Əslində, bu reaksiyanı yazdıq, amma əmsallara ehtiyac yoxdur əmsallaşdırmaq. Niyə yoxdur? Baxın, reaksiya girən karbon 1 moldursa, elə 1 molda CO2 əmələ gəlməlidir. Əmsallaşdırmaq vaxtı itirməyən bu misal üçün. 11,2 CO2 əmələ gəlibsə, yazdım üzərinə 11,2 litr. Aşağıda da 22,4. Qatını buradan silək. Yuxarıda testə başlayanda x qram yazmışdı, karbon da ayrı 12-dir. Qram altında maddənin, ya da elementin ayrını yazdıq. Bunlar getdi, xısa qaldı aşağıda 2. 2-ni x-a vuranda olacaq 2x bərabər 12x deyəcək. 6 qram karbon tapdıq. Bizdən amma silisium neçə faiz olduğunu soruşur. Qarışığımız 10 qram idi. 6-sını çıxanda yerdə qalır 4 qram silisium. Və təbii ki, 4 qram qarışığın 10 qramının 40%-ni təşkil edir. 4-ü ona bölüb
100-ə vuranda 40% əmələ gələcək. Cavab da olacaq Y variantı. Nömrə 20. 20 qram silisium və kömür qarışığı. Silisium və kömür, yəni karbon qarışıq. Qarışıq verilib 20 qram. Yenə də 1x qram deyirik. Bax, məsələlərin gedişatına baxın. Başqaları da rast gəlində rahat həll edəcəksiniz. Qələvi məhlullə reaksiya aparıblar. Silisium üzərinə gəldiyi natrium hidroksid və su, qələvi məhlulu. Karbona da natrium hidroksid və su, qələvi məhlulu əlavə elədik. Qələvi məhlulu ilə karbon reaksiya daxil olmurdu. Amma silisium reaksiya daxil olanda alınırdı natrium 2, silisium O3, üstəgəl H2. Qələvi biçi yazırıq, tənliyi bərabərləşir. 13,44 litr hidrogen ayrılıb. Yazırıq hidrogen üzərindən 13,44 litr. Aşağıda da yəqin olacaq. Deməli, H-ın salında 2 olmalıdır. 2. 2 vurulsun 22,4. Silisiumun da özü 28'dir. Tənasüb yarandı. 13,44'ün vergülünü 10 dəfə artıranda 2,8'i 10 dəfə azaldaram. 13,44'dən 22,14 gedəndə yuxarıda qalır 6. 6 ilə 2 gəlsə yuxarıda qalır 3. 3'ü də 2,8'ə vursaq, x bərabərdir 3 vurulsun 2,8. Neçə eləyər? 3, 8'in 24, 8,4 qram. Nə tapdıq? Silisium. İlkin qarşıda silisiumun kütlə payını tapın. Elə silisiumda kütlə payını soruşursa, silisiumu bölməliyik. Neçəni? Yəni 8,4'e bölməliyik. Qarışıq 20 qram idi. Vurmalıyıq 100%-ə. 100-dən 20 getsə qalacaq 5. 5, 8'in 40, bu da olacaq 42%. Yəni B variantı. İndi bu boydan işi yoldaş biraz asanlaşdıraq. Tutaq ki, bunlar yox imiş. Bunların hamısını sildim. Qarışıqda nə var idi? Silisiumdan kömür. Silisium və kömür. Qələvilərlə reaksiya girən silisiumdur. Və silisium qələvilərdən valentliyinin yarısı qədər H2 çıxardır. Bax, reaksiyanın heç birini yazmadıq. Nə qədər H2 çıxardıb? 13,44 litr. Aşağıda oldu 2 vurulsun 22,4. Silisiuma x qram yazıb aşağıda 28 yazırıq. Yine x'i tapırıq 8,4. Qarışıq 20 qram verilib deyə sonra da faiz tapırıq. 8,4'ü bölürük 20'yə vururuq 100'ə. Bu da olacaq 42%. Yəni qısaltıb yazmaq daha yaxşıdır. Qısa formulları da bilirdik. Silisium nə qədər H2 çıxardığını. Növbəti misallarda reaksiyanı tam yazmayacağım. Qısa formullardan həll edərik. 10-cu, 11-ci suallar. Bunlar hamısı silisiumla bağlı nəzəri qaydalardır. Bunların hamısını sizə saxlayıram. Bunlar sadə suallardır. Qayda kitablarınız var. Oradan oxub həll edəcəksiniz. Bura qədər demək olar ki, hamısı sadədir. Məsələn, 23-də silisium O2'yə X gələndə H2 əmələ gəlib. Bütün variantlardakı maddələr hamısı turşudur. İndi silisium O2 hansı turşu ilə reaksiya girir, onu tapıb yerinə qoyacaqsınız. Bunlarla işim olmasın, bunlar sizə qalsın. Məsələn, nömrə 27 buna oxşar bir qaydada danışdıq ki, belə testlər rast gələcək. Hansı reaksiyada silisium 4 elektron alıb? Silisiumun 4 elektron alması üçün, burada hamısı da silisium bəsit maddədir. Silisiumun 4 elektron alması üçün bu silisium sıfırdan gəlməlidir -4'ə. Görəsən silisium harda -4 göstərər? Yəqin ki, metalların yanında. Deməli, silisium metalla reaksiya daxil olmalıdır. Silisiumu magneziumla reaksiya daxil edəsək, alınırdı magnezium 2 silisium. Magnezium metaldır, müsbət 2, silisiuma qalır -4, özü də burada 0'dır. 0'da -4'də 4 elektron alıb deməkdir. 28'də amma silisium deyir 8 elektron alsın. Silisiumun 8 elektron alması üçün o müsbət 4'dən gəlməlidir -4'ə. Elektron verir deyir daha doğrusu. 8 elektron verir. 8 elektron verirsə onda
aradakı 8 vahidi fərq harda yaranacaq? -4-dən -4-ə gələndə. Silisium harda -4 olar? Metalların yanında. Yenə cavab eləyəcək A variantı. Burada nə belə gəlir, yadınıza gəlir, danışdıq. Silisium H4. Burada silisium -2 idi. Burada isə daha doğrusu bağışlayın. Silisium -4 idi. Burada isə -4'dür. -4'dən -4'də 8 elektron vermiş olacaq. 29'unu da sizə saxlayıram. Bunlar da qalsın sizə. Məncə bunlar da sadə nəzəri suallardır. İzah etməyim. 36-37 də bunlar da sizin olsun. 39 bu bildirdiyimiz quruluş formu silisium O2 aid idi. Tapacaqsınız. Qaydanın içərisində var. 41-ci sual, metasilikat turşusunu almaq üçün hansı maddələr götürmək lazımdır? Metasilikat turşusu silisium O2 ilə suyun reaksiyasından alınmırdı. Ona görə onun duzuna turşularla təsir edirdi. Burada turşu yoxdur, amma H2O ilə CO2 birlikdə H2CO3 eləyirsə, 1, 3, 4'ü götürəndə oradan natrium 2, CO3 və H2 silisium O3 əmələ gələcək. 42-ci misal məncə sizə qalsın, çünki ən azından danışdıq ki, silisium qələvilərdən 2 mol hidrogen çıxarır. Hidrogenin qiymətini qoyarsınız yerinə silisiumun kütləsini taparsınız. 43 ton kimidir. 44-cü misalda dəmir, alüminium, silisiumdan ibarət 10 qram qarışığı harda həll ediblər? Xlorid turşusunda. Xlorid turşusu silisiuma təsir etmir. Amma dəmirlə alüminium hidrogenə qədərki metallardırsa, bunlar reaksiya gedəcəklər. Kütlə 8 qram azalırsa, demək yerdə 2 qram qalacaq. 2 qramda olacaq silisium. Həmin o 2 qramda 10 qramını 20% eləyəcək. 45 də sizin olsun. 46 da sizin olsun. 47 də elə. 47-ni biz işləmişdik şagirdlərlə. Orada variantda səhv var idi deyəsən. Yazaq. 47-də silisium neçə mol florla reaksiya daxil olar? Silisium üstə gəlinsin flor 2, əmələ gəlir silisium flor 4. 2 yazırıq, tənliyi bərabərləşir. 56 qram silisium, silisium özü 28'dir. Neçə mol florla? X mol. Aşağıda da 2 mol varsa, cavab edəcək 4 mol. Burada 4 mol variantı yoxdur. Cavablarda amma C çıxıbda biz 2'ni 4 eləmişdik. Sonra 48 silisium adi şəraitdə dedik ki, florla reaksiya gedir, qalsın sizə. 49 da silisium O2 H florla adi şəraitdə reaksiya gedir, bu da sizin olsun. 50 falan bunlar hamısı sadə suallardır, saxladıq sizə. 52-ci misalda hansı reaksiyalar zamanı məhlulda qaz ayrılması müşahidə olunur? Məncə asan sualdır. Birini yazıram mən, ta ki burada alınacaq kalsium xlor 2, üstə gəl. H-dan da CO2 birləşəndə H2O və CO2 alınacaq. Bu da qaz qabağıcının alınmasıdır. O birlər sizə qalsın. 53 də elə. 54-də X CO ilə reaksiya gedir, silisium O2 ilə reaksiya getmir. Y qamı hər ikisinə reaksiya gedir. Bunların hər ikisinə reaksiya edən maddə yəqin ki, qələvi olar. Çünki qələvi natrium hidroksid həm CO ilə, həm də silisium O2 ilə reaksiya gedirdi. Amma X CO ilə getsin, silisium O2 ilə getməsinsə, onda bu oksigen olacaq. Çünki CO ilə oksigen CO2 yaradır, amma silisium O2 yanmayan maddədir. Bu da Y eləyəcək. 55 bunlar qalsın sizə. 57-də silisium O2-nin kimyəvi xassəsinə aid getməyənlər tapacaqsınız özünüz. 58-də ardıcıl sxem verilib, görək nə alınır buradan. Natrium xlorun suda məhlulun elektrolizini göstərilib, birinci. Natrium xloridi suda məhlulunu elektroliz edəndə natrium varsa duzun tərkibində fəal metaldır, aktiv metaldır, katodda H2 alınacaq. Xlor oksigensi turşu qalığı idi, özü alınırdı. Yerdə qalırdı natrium hidroksid, yəni qələvi. Xlorla H2-ni çıxardıblarsa, demək yerdə qalan X natrium hidroksiddir. Həmin o natrium hidroksidi də silisium O2 ilə reaksiya aparıblar. Onda buradan əmələ gəlirdi natrium 2, silisium O3 və su. Suyu çıxarıblarsa buradan yerdə qalan natrium 2, silisium O3-dür. İndi bunun haqqında deyiləni özü cavabını yəqin tapacaqsınız. 59 silisiumun alınması zamanı
qum və artıqlaması ilə götürülmüş kömür qarışığını qızdıranda hansı reaksiyalar baş verər? Deməli, silisiumun alınması zamanı qumu artıqlaması ilə götürülmüş kömürdən qızdıranda. 59. Qum, yəni silisium O2. Karbonla qızdıranda əmələ gəlirdi CO və silisium. Bu bildiyimiz reaksiya silisiumun alınma reaksiyasıdır. Onda ikinci reaksiya baş verəcək. Şərtdə deyir ki, artıqlaması ilə götürülmüş kömür. Yəni, karbon çoxlu verilib, artıq miqdarda verilib. Onda belə çıxır ki, reaksiyamızdan əmələ gələn silisium artıq qalan karbonla reaksiya daxil olub, silisium karbid əmələ gətirə bilər. Yəni, üçüncü reaksiyada baş verər. Cavab olar 2 və 3 D variantı. Və 60 sizin olsun. 61-də silisiumu qələvlərdə həll eləyəndə bilirdik, hidrogen əmələ gəlirdi. Peroksid karbon qazla reaksiya aparanda isə oksigen qazı alınırdı. Silisium qələvi ilə reaksiya gələndə hidrogendən başqa həm də əmələ gətirirdi. Natrium 2, silisium O3. Aşağıda da alınırdı natrium 2, CO3. Normal duz alınır. Bax, bunlar normal duzlara aiddir. Ona görə cavab eləyəcək C variantı. 62, 63 bunları sizə saxladım. 64. Məncə bu kimyəvi reaksiyalar nəzəri misallardır. Sizin olsun. Bunlar sadə yazacaqsınız. Bunları da sizə saxladıq. Çoxlu bax, oxşar suallar var. Sizə qalsın. 75-ci misalda 3 reaksiya var. Ümumi olan nədir? Buradan əmələ gələcək natrium xlorid, bir də H2CO3, yəni H2O və CO2 qazı. İkincidə silisium O2 CO2-ni çıxaracaq. Olacaq natrium 2, silisium O3, üstəgəl CO2. Üçüncüdə isə kalsium karbonat, kalsium CO3, üstəgəlinsin natrium xlorid əmələ gələcək. Reaksiyalar üçün ümumi olan nədir? Ümumi olan yalnız mürəkkəb maddələr alınır. D variantı şərti ödəyər. Niyə? Məsələn, qaz alında maddə 3-cü reaksiyada alınmır. Amma qalanlarında alındı. Neytrallaşma olanmaz. Neytrallaşma turşu ilə qələvə arasındaydı. Demək, A, B deyil. Oksid alınır. Məsələn, 3-cü reaksiyada oksid alınmır. Duz alınır 2 dənə. Oksidləşmə oksid reaksiyası deyil. Çünki burada bəsit maddə yoxdur, peroksid yoxdur. NO2 yoxdur, oksidləşmə dərəcəsini dəyişən elementlər də yoxdur. Yenə qalır D variantı. Bunlar sizin, burada mən çətin sual görmürəm, öhdəsindən gələcəksiniz. Məsələn, 81-ci misalda şagirdlər çətinlik çəkirlər bəzən belə misallarda. Maddələr verilib, kütlələri bərabərdir. Reaksiya sərf olunan kükürdün mol miqdarı müqayisə eləmək lazımdır. Bir dəfə gəlin reaksiya ilə yazacaq. Silisium üstə gəlinsin S. Əmələ gələcək silisium S. S-in valenti 2, silisium 4-dürsə olacaq silisium S2. Oksigenlə, deməli O2 üzərinə gələk kükürt yenə də. Bu da eləyəcək SO2. Tənli bərabərdir. Hidrogen üstəgəl S. Bu da olacaq H2S. Tənliyin hamısı bərabər. Bir dənə yuxarıda S-in əmsalını 2 qoymaq lazımdır. Doğru. Kütlələri bərabər. Məsələn, silisiumda kütlə verilib A. Aşağıda yazıram 28. Sərf olan kükürdün mol miqdarı. Demək, kükürdə yazıram N1 veriblər. Aşağıda yazıram 2 mol. N1 nəyə bərabər olacaq? 2A böl 28. Yəni A bölünsün 14. Sonra oksigəndə daha doğrusu yenə A veriblər. Oksigəndə A mol, A qram kütləsi, oksigen özü 32, molu N2 mol, bu da olsun 1 mol. Bunda N2 də bərabərdir A böl 32. Yenə A qram verilib, özü 2-dir. N3, bu da oldu 1 mol. N3 də nəyə bərabər olacaq? A bölünsün 2-yə.
Bunları müqayisə etmək lazımdırsa, A bölünsün 2 ən böyükdür. Demək, N3 ən böyükdür. 2 qaldı N1-dən N2. Demək, bu da olacaq onda N1, ikinci gələcək. Bu da olacaq onda N2. N3 böyükdür N1, bu da böyük N2. N3, N1, N2 harada var? N3, N1, yəni Y variantı. Növbəti misallardan yenə bunları da saxlayaq sizə. 87-ci misalı həll eləyək. Hansı birləşmələrdə karbonun oksidləşmə dərəcəsi silisium dioksiddəki silisium atomunun oksidləşmə dərəcəsi ilə eynidir? Demək, karbonun oksidləşmə dərəcəsi silisium dioksiddəki silisium atomu dərəcəsi ilə eynidir. Silisium dioksid, yəni silisium O2. Bu da mənfi 2, bu deyəcək müsbət 4. Yəni demək istəyir ki, hansı birləşmədə karbonun dərəcəsi müsbət 4-dür. Müsbət 4-dür. Məncə onu özünüz tapa biləcəksiniz. 87 hissə qalsın. Kömək elədim əslində. 88. Kalium OH məhlulu silisiumda təsirdə olub. 22.4 hidrogen əmələ gəlib. Neçə qram silisium daxil olmuşdur? Bunu danışdıq ki, belə misalları qısa yazırıq. Silisium qələvilərdən neçə mol H2 çıxardır? 2 mol H2. Rəqəmlər yerinə qoyuruq, həll eləyirik, yəni özünüz. 89 bərabər mol miqdarında kalsium karbonat və silisium dioksidi qarışdırıb kifayət qədər qızdırdıqda. Baxaq 89-a, məsələndə şərti biraz böyükdür, açıq testi, çətinlik, yəni gözünüz qorxa bilər də açıq test olduğuna görə. Bərabər mol miqdarda kalsium karbonat yazırıq. Deməli, kalsium karbonat və silisium dioksidi qızdırıblar birlikdə. Və tənlikdən əmələ gələcəkdir kalsium silikat və CO2. Karbon qazı qabdan ayrılıb gedəcək. Qızdırdıqda qarışığın kütləsi 44 qram azalmışdır. Başlanğıc qarışıqda maddələrin mol cəmi nə qədərdir? Bu tənliklə əmsallaşdırmağa ehtiyac yoxdur. Tənlik bərabərdir. 44 qram azalmaq ayrılıb gedən karbon qazına görədir elə. Burada 1 mol karbon qazı alınıbsa, 44 qramda azalma baş verəcək. Onda belə çıxır ki, başlanğıc maddələr hər biri 1 mol imiş. Onda molların cəmi eləyəcək 1 üstəgəl 1, yəni 2. Təkrar deyirəm, məsələnin şərtində 44 qram azalma verilib. Belə məsələmizin, reaksiyamızın özündə də 1 mol karbon qazı, yəni 44 qram karbon qazı ayrılır və reaksiya girən maddələr də 1 mol olsa, demək birlikdə olacaq 2 mol. Qarşı başlanğıc maddələrdə molların cəmi 2 eləyəcək. Nömrə 90. Kalium 2 silisium O3, kalium 2 silisium O3 və kalium hidrokarbonat dan ibarət 200 qram qarışıq çözərdən də CO2 alınıb. Aydın məsələ ki, CO2 kalium hidrokarbonatdan alınır. Deməli, kalium hidrokarbonatı parçalayanda əmələ gəlir kalium 2CO3, H2O və CO2. Bir 2 mol yasa tənlik bərabərləşər. Nə qədər karbon qazı əmələ gəlir? 5,6 litr. Karbon qazına yazdıq 5,6 litr. Aşağıda olacaq 22,4. Kalium hidrokarbonat olacaq 2 vurulsun emeri 100'dür. Özü də olsun x qram. 5,6, 22,14 geçsə burada 4 qalacaq. 2 ilə də 4 keçsə burada 2 qalacaq. Olacaq 2x bərabər 100. X də bərabər olacaq 50 qram. Deməli, qarışıqda 50 qram kalium hidrokarbonat var imiş. Qarışığımız da 200 qram idi. 200-ün içərisində 50-nin kütlə payını axtarırıqsa, yəni 200-də 50 vurulsun 100, bu deyiləcək 25%. 91 sizə qalsın. 92 ya oxşar misal əvvəldə yazdım. Silisium qələvidə həll olurdu, 2 mol H2 çıxardırdı, o qalsın sizə. 93-də eyni həmin suallandı. 94-də
alınan qaz molekullarında atomların sayı deyilsə, kalsium karbidi suda həll edəndə yadınıza gəlir asetilen qazı alınırdı. C2H2. Bu 4 atomludur. Deməli 3 aid olacaq A. Alüminium karbidi suda həll edəndə metan qazı alınırdı. CH4. Bu 5 atomludur. Onda 2 aid olacaq B. Natrium 2SO3 H-xlorla reaksiya aparanda H2SO3 alınır. O da parçalanır H2O ilə SO2-yə. Yəni buradan əmələ gələn qaz olur SO2. SO2 3 atomlu qazdır. SO2 3 eləyir. Bu heç bir aid olmayacaq. Magnezium silisidi H-xlorla aparanda silan əmələ gəlirdi. Silan, yəni silisium H4. 5 atomludur. Silisiumun 4H edir 5 atomlu. O da yenə də D 2 aid olacaq. Qarışqa turşusunu qatı sulfat turşusu iştirakçıdan qızdıranda laboratoriyada CO qazı alınırdı. Yəni hidrogen bir oksigen su çıxırdı, qalırdı CO. O da 2 atomludursa 1-ə də Y aid olacaq. 95 uyğunluğu müəyyən etməliyik. X, Y, Z nələrlə reaksiya daxil olacaq? Kükürdlə bir də karbonla, silisiumla karbonla daha doğrusu. Bu da nəzəri reaksiyadır. Məncə sizə qalsın, həll edə biləcəksiniz. 96 da eyni. İstəsəniz birini yazın, birisi sizə qalsın, yaxşı. Deməli, X silisiumla da gedir, karbonla da reaksiya gedir. Həm silisiumla, həm karbonla reaksiya daxil olan oksigen ola bilər. Silisium O2 bir də CO2 əmələ gəlir. X-a D variantı uyğun gələr. Hidrogen silisiumla getmir, H-xlor heç birindən getmir. Qələvi silisiumla gedir, karbonla getmir. Xlor karbonla getmirdi, silisiumla gedirdi. Demək, yəni D variantı uyğun gəldi. Silisiumla gedib karbonla getməyən B variantı qələvi olar. Silisiumla getməyib karbonla gedən isə yəqin ki, bu da olacaq hidrogen C variantı. Deməli, indi hansı? Xlor hansına aid olmur? Xlor silisiumla gedirdi, karbonla getmirdisə, onda Y-ə xlor da aid olacaq. Hansını götürmədi biz variantlardan? H-xlor amma heç birinə reaksiya getmir. Elə variantda yoxdur. Demək, cavab oldu X-a D, oksigen hər ikisi ilə gedir. Y-ə B, qələvi silisiumla gedir, karbonla getmir. Bir də A, xlor silisiumla gedir, karbonla getmir. Doğru. Z-dəki oldu C, hidrogenlə getmir. Silisium, yəni silisium hidrogenlə getmir, amma karbonla gedir. Doğru. 96 qaldı sizə. Silikat sənayesi, yəni şüşə istehsalı. Tamamilə şifahi suallardır. Bunların da mənim sizə izah edəcəyim heç bir şey yoxdur. Sonda ola bilsin məsələlər var. Bunlar hamısı sizin suallardır, yəni nəzəri qaydalardır. Məsələn, 20-ci sualdır, məsələnin birini yazım, gedişatını deyim necədir, qalanlarını həll edin. 10 qram qarışığı olan 900 kiloqram silisiumla, deməli, nömrə 20. 10 qram qarışıq varsa, qarışıq bizə lazım deyil, deməli, 90% lazımdır bizə, yerdə qalan faiz. Ona görə 400-ün 90%-ni tapırıq. 400-ün 90% edir 360 kiloqram silisium O2 var imiş təmiz. Deyək, bundan neçə kiloqram adi şüşə almaq olar? Adi şüşənin formulu var idi. Deməli, natrium 2O vurulsun kalsium O vurulsun 6 mol silisium O2. Bizə adi şüşənin emerin veriblər 78. Bu emeri 78 olan, bağışlayın, 478. 478 adi şüşəni almaq üçün nə qədər silisium O2 lazımdır? 6 vurulsun 60. Axı 6 mol burada silisium O2 var. Demək, 478-ə 6 vur 60 lazımdırsa, 360 kiloqram da bizə verilir. Buradan nə qədər lazımdır? 360-dan da X lazımdır. Elə bunlar 360 edir, yerdə qalır 478. Və yerdə qalan sualların hamısı belədir. Məncə bunların heç birini həll eləməyim. Çox sadədir. Reaksiyalarda ehtiyac yoxdur. Asanlıqla həll edəcəksiniz. Şüşənin rəngləri filanları, adi kimyəvi şüşənin içindəki elementləri tapmaq çox sadə. Növbəti dərsdə də ətraflı yazılı cavab tələb edən tapşırıqlara baxarıq.